Selam, bilim videonun başka bir verilişi ile qulluğunuzdayıq. Bu verilişdə uzaydan yer üzərində uçan ballara qədər sizə bilməlilər, görməlilər hazırlamışıq. İlk öncə Royanın hazırladığını görək. Sayo bir növ qəza eskənerin adıdır. Sayo ilə hər növ yiyəcəyi eskən edib, onun içəriğinin nə olduğunu bəlli etmək olar. Eskəner Bluetooth yolu ilə mobilə bağlanır, əldə etdiyi bilgiləri mobil səhifəsinin üzərinə yayınlayır. Sayo sistemi qırmızı modun işıqla işləyir. Sağlıqdan biraz əyləncəyə sarı gedək. Böyüya uzayçıların uzaydakı əyləncələrindən və su damcıların orada necə görünməyindən ilginc bir video hazırlayıbdır. NASA Amerikanın Ulusal Havaçılıq və Uzay Dairəsi 6K kameraya kullanaraq su damcılarından taysız videolar çəkibdir. Uzayçılar uzayda müəlləq olan su damcısına rəng təzyiq edib, bir balaca coşan həbbini damcıya keçirməklə həbbin su içində çözəlməyinə və dioksid karbon biləşiyinin ötürülməyinə səbəb olur. Su damcısı yer çəkimin olmamağı əsərində böyüməyə başlayır. Damcının içəri basıncı artaraq neçə hubab damcıdan azad olur. Bu işin sonucu gördüyünüz kimi çox cəlibdir. Əlbəttə, uzayçılar başlarını qatmaq üçün su damcıları ilə ping-pong da oynayırlar. Hələ bir xəbər iPhone-dan deyim bayat olmamışdan. iPhone 7 haqda minlərcə söylənti eşidirik, görürük, amma bu arada bir inanılmaz söylənti və konsept yayınlanıbdır. Uçuşan iPhone. iPhone 7 əlinizdən və ya hər bir ucalıqdan düşərsə, bu ağıllı cib telefonu düşməyib başa düşüb, dörd bucağında yerləşmiş miniatür jet motorlarını işə salıb yavaşsadan yer üzünə enir. Əlbəttə, bu videonun nə qədər doğru və bilimsel olduğu haqda çoxlu söz-söhbətlər vardır. Əksləri karikatura dönüşdürən bir yazılımı özüm sizə tanıtdıracağam. Momenticam bir duzlu application olaraq əkslərimizin qaş gözünü, ağız burnunu kiçiltmək və böyütmək ilə sadə əksləri duzlu karikaturlara dönüşdürür. Bu applicationı ücretsiz Google Play'dən endirə bilərsiniz. Bildiyiniz kimi geri dönüşüm çağdaş dünyanın gərəklərindən biri sayılır. Bu konuda Yaşar danışır. Kağızın geri dönüşümü çətin və bahalı bir süreçdir. Amma Epson Paperlab adlı bir dəstgahı kağızların dönüşümü üçün bazara ərz etmək istəyir. Bu dəstgah iş yerləri üçün tasarlanıbdır. İşlənmiş kağızı bir yandan dəstgaha verib 3 dəqiqədən sonra o biri yandan taze kağızı almaq olur. Kağızın ağırlığı və qalınlığını da ayarlamaq olar. Paperlab'ın qiyməti elə də ucuz deyil. Yaxlaşıq $75.000 və ya bir Tesla Superlux maşınının X modelinə qədər qiymətə sahibdir. Yer üzündən yenə ucalıqlara gedirik. Ərsalan ulduzları necə mobil ilə görə bildiyimizi bizə deyir. StarChart ulduzlar və uzayın sırlarını bəlli edən bir application'dir. Bu application təkcə Google Play'də 1 milyondan artıq endirilinibdir. Gerçəkdə bu application göy evi və ya sadə deyim bir sanal əflaçnumadır. StarChart kullanıcının enlem və boylamını alaraq yüklənib işə düşər. Bu yazılım ücretsizdir, amma imkanatların bir parçası pulunandır. StarChart'a kullanarak göy daşlarının yağıntı zamanlarını və quyruqlu ulduzların durumunu, ha belə uzay haqda çoxlu şeyləri görüb keyf edə bilərsiniz. Ağzına sağlıq Ərsalan. Başqa verilişlərə qədər hələlik. Bizi Telegram kanallarında reklam edin lütfen.